Su ilə pankek hazırlamaq olarmı soruşanlar üçün bunu da yoxladım. Mütləq izləyin. Xəmirini hazırlayaq. Çırpma qabına yumurta, şəkər tozu, vanil əlavə edib çırpıcı ilə yaxşı qarışdırdım. Üzərinə ilıq su, bir çimdik duz və duru yağ əlavə edərək təkrar qarışdırdım. Qeyd edim ki, ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalar bölməsində yazacağam. Son olaraq ələnmiş un və qabartma tozunu əlavə edərək un topaqları həll olana qədər yaxşıca qarışdırdım. Belə formada qatılığı olmalıdır. Hazırlanması sadəcə 5 dəqiqə vaxtınızı alacaq. Yaxşı qızdırdığım və qətiyyən yağ vurmadığım yapışmaz tavaya 1 yemək qaşığı olmaqla xəmirdən aralıqlı məsafələrdə əlavə edib, üzəri göz-göz olanda çevirib digər üzünü də bişirirəm. Üstü xəmir olanda çevirmək lazımdır ki, hər iki üzü bərabər səviyyədə qızarsın. Bu qədər su ilə bişirə biləcəyiniz pankeklərim artıq hazırdır. Yumuşaq, göz və çox ləzzətlidir. Əgər evdə süd yoxdursa, düşünmədən su ilə əvəz edə bilərsiniz. Video sizlər üçün faydalı oldusa, səhifəni takib etməyi, bəyənib paylaşıb, kiçik də olsa rəy yazaraq dəstək olmağı unutmayın.